Salam, xoş gördük sizi əziz və dəyərli müəllimlər və müdavimlər. Bugün sizinlə nəzəriyyələr üzrə interaktiv testlər toplusundan sizinlə bir testi paylaşmaq istəyirəm. Testin oxusuna başlayaq. Şagird Lütfüzadə adına məntiq olimpiyadasına çox yaxşı hazırlaşmağına baxmayaraq nəticəsi zəif olur. Şagirdin akademik göstəriciləri yaxşı olsa da, imtahanlarda heyecanını tənzimləyə bilmədiyindən öz biliyini göstərə bilmir. Bundan sonra şagird bu cür olimpiyadalara getməmək qərarına gəlir. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Testin variantlarının izahına bir-bir keçməmişdən öncə mən sizə xatırladım ki, baxın, nəzər yetirin testin bu hissəsinə. Məntiq olimpiyadasına çox yaxşı hazırlaşmasına baxmayaraq nəticəsi zəif olur. Artıq buradan situasiya başlayır. Şagirdin akademik göstəriciləri yaxşı olsa da, imtahanlarda heyecanını tənzimləyə bilmir. Deməli, şagirdimiz emosiyalarına qalib gələ bilmir. Öz biliyini göstərə bilmir. Bundan sonra şagird bu cür olimpiyadalara getməmək qərarına gəlir. Və artıq biz demişdik ki, Karol Dweck nəzəriyyəsinə görə, düşüncə tipi nəzəriyyəsinə görə qapalı düşüncə tipi insanlar var, bir də açıq düşüncə tipi insanlar var. Artıq şagird nə edir? Qapalı düşünür ki, yəni mən bir də bacarmayacağam. Gəlin indi variantlara baxaq. Şagird hisslərini idarə edə bilmədiyi üçün müvafiq problem yaranır, doğrudur. Nə olsun? Yəni savadlıdır, düzdür, hər bir şeyi bacarır, akademik nəticəsi də yüksəkdir, yəni məktəb qiymətləri daha da üstündür. Seçilib ki, bu olimpiyadaya göndərilir, amma həyəcanını boğa bilmir. Bu da bilirik ki, mənfi bir situasiyadır. Bəli, şagird hisslərini idarə edə bilmədiyi üçün müvafiq problem yaranır. Doğru cavabımızın biri 1. Daha sonra digəri. Şagirdin qapalı düşüncə tərzinə malik olması onun elə ilk cəhətdən geri çəkilməsinə nəticələnir. Doğrudur. Müəllim dərs prosesində şagirdə daha da tapşırıqlar verməklə hisslərinin cılalmağa kömək edir. Xeyr, bunun bizim sualımıza heç bir aidiyyəti yoxdur. 4-ə baxırıq. Şagirdin keçirdiyi hisslər güclü olduğundan rasional düşüncəsi arxa plana keçir. Biz bilirik ki, düşüncənin rasional, qeyri-rasional kimi tipləri var. Deməli, rasional şüur idarə olunan şüurdur, qeyri-rasional isə hisslərə əsaslanan bir şüurdur. Bəli, artıq şagird öz hisslərini idarə edə bilmir, deməli qeyri-rasional düşüncə planına düşəcək və bununla da qapalı zəkaya keçmiş olacaq. Doğru variantımız olacaq 1, 2, 4, yəni cavab A variantı.